Tarixi zəfəri dünyaya nümayiş elətdirən yeni oyun. 44 Days. Virtual aləmdə səs salacaq yeni oyun qrafik və işıqlandırması ilə izləyənləri heyrətləndirməyi bacardı. Elə bir boğa səhnələridir. Təşvik eləyəcək və daha da alovlandıracaq bu oyun. İkinci Qarabağ müharibəsini özündə əks elətdirən yeni oyun növü 44 Days yaradılıb. Layihənin 60% təxminən 3 ay müddətinə hazırlanıb. 40% üzərində isə ölkə ilə yanaşı xaricdə də işlər həyata keçirilir. Oyunun yaradılmasında əsas məqsəd Vətən müharibəsinin bütün həqiqətlərini qlobal dünyaya çatdırmaqdır. Elə bir boğa səhnələridir. Orada misal üçün Cənab Prezidentin atdığı tweetlərə qədər oyunda hamısı birbaşa göstəriləcək. Real hadisələri özündə birləşdirən 44 Days oyunu süni intellekt əsasında yaradılıb. Layihənin xərclərini də elə animasiyalar və oyun mühərrikləri təşkil edib. Oyunda bütün qurğular vizual şəkildə əks olunub. Sözü gedən oyun Azərbaycan dilində istifadəyə veriləcək. Türk, İngilis və digər dillərdə isə alt yazılar olacaq. Səsləndirmə olacaq və bununla bağlı 100-ə yaxın veterandan dəstək alacağı və oyunda Qarabağla bağlı ümumi altyazılar gedəcək, məlumatlar veriləcək. Hansı ki, zaten bu bizi əsas qlobala çıxardıb, qlobalda daha çox tanınmağımıza gətirib çıxardacaq. Ən böyük töhfəsi budur ki, xaricdə, Amerikada hansı bir şəxs oynayanda oyunu, avtomatik olaraq Qarabağda baş vermiş hadisələri tam görəcək və Azərbaycanla bağlı daha müsbət yöndə təəssüratları olacaq. 44 Days oyunu 2025-ci il 8 noyabrda istifadəyə veriləcək. Ön satışa başlayan oyunun hazırki qiyməti $15'dır. Tam versiyası isə 2026-cı il 8 noyabr tarixi üçün nəzərdə tutulub. 9 mərhələli oyunun ümumi vaxtı 32 saatdır. Onun satış qiyməti isə $25 təşkil edəcək. Ümumi heyətimizdə 52 nəfərdir, 8 nəfər Azərbaycanda, qalanı isə xaricdə iş görür. Oyunumuz heç bir şirkət tərəfindən yatırım almayıb, hal-hazırda öz gəlirlərimizdən, öz bütcələrimizdən ortaya oyun çıxarmışıq. Azərbaycanda bu addım atan ilk şirkətlərdən, ilk gənclərdən biri olduğumuza görə özümü xoşbəxt hiss edirəm. Layihə həm də uşaqların psixoloji vəziyyəti nəzərə alınaraq hazırlanıb. Bəli, təbii ki, uşaqlar bu oyunu oynaya bilər və onların psixologiyasına və yaşına uyğundur. Hansı ki, onlarda vətənpərvərlik hissini daha da təşvik eləyəcək və daha da alovlandıracaq bu oyun. Hazırda layihənin dünya miqyasında tanınması üçün mühüm addımlar atılır. Vətəndaşlar da 44 Days layihəsinin qloballaşması üçün sosial şəbəkə platformaları üzərindən dəstək ola bilərlər. Qeyd eləyək ki, gələcəkdə 44 Days filminin də çəkilməsi planlaşdırılır.